edib. 34 ildən sonra doğma yurda dönüş. Uzun illərin həsrətindən sonra Xocavəndə qayıdan sakinlər bu günü həyatlarının ən unudulmaz anı hesab edirlər. Onların arasında 101 yaşlı Xocavənd sakini də var. O sevincini belə ifadə etdi. Şəhid olanların anasının qarşısında mən baş əyirəm. Torpaq cəbhəsində onlar can qoyubdu. Allah Taala özü xoşbaxtlıq versin, yaşasın. Azərbaycanımız yaşasın, fəxr eləsin. Mən fəxr eləyirəm ki, bizim Azərbaycanımız öz torpağını aldı, öz torpağına qayıdıb dirildi. Çox gözəl hiss. Təsəvvür olunmayan bir hissi də, onu belə dillə gətirib danışıb. Harada yaşayırdınız? Bakıda olduq, Beyləqanda olduq, Qaşqında, bəzi yerlərdə. Ən gözəl məkan buradır. Ana ocağı, dədə ocağı, yurdumuz, yuvamız. Bugünkü günə şükürlər olsun, doğma torpağımızdır. Ölənə qədər də burada yaşayacağıq. Evimiz yaxşıdır, şükür Allaha. O vaxt 5 nəfər getmişdik. İndi Allah'a şükür, oğlumu da evləndirmişəm, oğluma bir ev verilib, özümə bir ev verilib. Beləliklə, 234 ailənin Xocavəndə daimi qayıdışı təmin edilib. Azad ərazilərdə aparılan geniş miqyaslı quruculuq işləri, yeni evlərin tikilməsi, yolların çəkilməsi, sosial infrastrukturun yenidən qurulması şəhər və kəndlərə yeni nəfəs gətirib. Rəşidə Zülfüqarova, Elgün Qəmbərov, AzTV xəbər.